müəllimimiz. Mən əslində yanvar ayının 5-i mən hərbi xidmətə yollanmalıydım. Yanvar ayında mən hərbi xidmətə yollanmalıydım. Mən getdim, otağına girdim, dedim ki, Əli müəllim, mən getmək istəyirəm də hərbi xidmətə. Yəni, mən istəmirəm də, mən 6 ay vaxtım buradan uzansın da, mən getmək istəyirəm hərbi xidmətə. O məni çox qoymadı, təkid elədi ki, mən təkid elədim ki, yəni xeyr də, yəni mən gedəcəm. Yəni, artıq mən səhəri gün bankomata gedəndə mənim sənədimi məndən xəbərsiz aparmışdı, vermişdi ki, yəni bu uşaq təhsil alır da, peşə liseyində təhsil aldığına görə 6 ay bu vaxtı var da. Mən eləncə hərbi xidmətə, Əli müəllim, 6 ay, mən iyul ayının 4-ündə hərbi xidmətə yollanmışam. Quru qoşunlarının ensaylı hərbi hissəsində hərbi xidmətə başlamışam və and içmə mərasimindən sonra xüsusi təyinatlı qüvvələr, yəni seçimə gəldi. Oradan seçilmişəm və artıq xidmətimi xüsusi təyinatlı qüvvələrdə davam elətdirməyə başlamışam. Yəni mən bu qurumda həqiqətən də dostluğun, ailənin nə olduğunu, yəni insana həqiqətən də çox gözəl başa salır. Yəni istər rütbəli heyət olsun, istər yoldaşlar olsun, kollektiv olsun, yəni ailə, bir ailə olmağı mən onlardan öyrənmişəm. Yəni onu belə, bəlkə də dillə belə demək, bəlkə də mən sözlərlə onu sizə izah eləyərmərəm, amma həqiqətən də xüsusi təyinatlılar ailəsi bambaşqa, orada vətənə bağlılıq var, yoldaşa bağlılıq var. Yəni birbaşa yəni vətən üçün, öz millətin üçün, yəni ölüb öldürməyi, yaşatmağı, yaşamağı orada öyrənirsən. Yəni həqiqətən də çox böyük bir yerdir. Mən belə deyərdim. Və sentyabrın ayının 27-si müharibə günü, artıq 26-sı idi. Biz yola düşdük. Yəni heç kim bilmirdi. Mən bunu bir dənə qardaşıma demişəm. 26-sı günü idi. Gecə radələrində də mən qardaşımla əlaqə saxladım. Sözü o, yəni evdəkilərlə, valideynlərlə əlaqə saxladım. Amma bu sözü belə deyək də, yəni kimdən asılı olmayaraq, yəni valideynə belə bir sözü demək olmur da. Yəni ki, mən bir dənə bu sözü qardaşıma demişəm ki, yəni bir kəlmə bunu demişəm ki, yəni hər şey hazır olaq da, yəni məlumatları olsun deyə, bəli. Bizim olsa bir dənə qardaşıma dedim. Və 27-si günü biz Murovdağ istiqamətindən elə bir ki, neytral ərazinin keçidində başladıq. Bizə verilən